Mən panik ataka bir xəstəlik kimi yox, xasiyyətin bir halı kimi baxdığım üçün o yüzden panik ataklı xəstələrin sağalması biraz çətindir. Başlanğıcda ürəkdə problem olmur, gələcəkdə müntəzəm bu hallarda bəli ürəkdə dəyişikliklər yarada bilir. Hamı indi tələskən modda olduğu üçün həmən nəticə görmək istəyirlər. Bu hər yerdə belədir. Bəli. Bütün sferalarda belədir. Kişilər üçün 40-45 yaşdan sonra artıq ürəyin işemik xəstəliklərlə əlaqəli əlamətlər üzə çıxardı. Yəni yaş da bizə hardasa köməklik edir. Problem ümumiyyətlə bizim həyata baxışımız. Bəlkə də bu bölgənin bir düşüncə tərzi var. Biz hamımız işə başlayanın təqaüdə çıxma zamanını gözləyirik. Nə vaxt təqaüdə çıxacaq? Yəni həkim yanına gəldikdə sanki həkimlərin seyirli dəyənəyi var. Bir anında sənin bütün problemlərini anında həll etməlidir. Pasientlərə 6, 7, 8 bəzən dərman yazılır. Məcburiyyət qarşısında. Bəli, pasientin ehtiyacı var. Danışmağa ehtiyacı var. Pasientə vaxt ayrılmalıdır. İnsan özünlə tək qalmaq, özünün bədənində gedən o səsləri eşitmək, onun üçün görün necə vahimə. Pasient onunla fərdi yanaşıldı, fərdi söhbət edildiyini duymalıdır. Əsas özüm, əsas çözüm kanalına xoş gəlmisiniz. Bizim çoxdandır gözlədiyimiz, bizim də çox sevdiyimiz bir qonağımız var və ikinci sezonda birinci dəfədir sizi qonaq edirik. Yeni studiyada Gözləyirik, amma qəbulumuza düşə bilmirik, doktor. Xoş gəlmisiniz. Təşəkkür dəvət üçün minnətdaram. Xoş oldu mənə də. Bizə də çox. həqiqətən də axır ki gəldiniz. Olan biz ola çox bəyəndik bu arada. Hətta o uşaq mövzusu var idi. Məsələdə təcrübə edərdim. Hətta bu günləri bir çox suallar var ki, daha çox bizə də yazıları biz ətrafımızdan da alırıq, pasientlərimizdən. Hətta o pasientləri, yəni sizə də yönləndiririk ki, bu sualın cavabı sizdədir. Daha çox insanların hal-hazırda əziyyət çəkdiyi və hətta bilimsel olaraq özlərinə bu diaqnozu da qoyduqları. Mən panik atak xəstəsiyəm, mən ürəyim sıxılır, boğuluram, hətta panik atak olduqlarını bilməsələr belə, misal üçün obsessiv atak var, təşviş pozuntuları var ki, amma bunun ilk köməyi sizdəndir ki, yəni kardioloji ürək tərəfdəndir ki, bu insana doğru diaqnoz. Bəlkə həqiqətən də ürəkdə problem var adamın, bəlkə də həqiqətən də hansısa bir ritm pozuntusu var və biz bunu psixoloji tərəfdən baxırıq, amma dəqiq əmin olmamız üçün sizə yönləndiririk ki, yəni kardioloqlara ki, bunun həqiqətən də bir səbəbi varmı, yoxdursa, o zaman psixoloji tərəfi, nevroloji tərəfidir və o artıq belə deyək də terapi tərəfi tamam fərqli olur. İndi sizə sualı onu yönləndirmək istəyirəm ki, bir adam gəlir və deyir ki, mənim ürəyim sıxılır, boğuluram, bir anda heç bir şey olmadan, qəzəbli deyil, əsəbli deyil, evdə oturmuşam ya da işdə oturmuşam və ürək darlığı başım fırlanır, artıq özümdən gedəcək bir vəziyyətə gəlib çıxam. Bu insanlar ilk yardım, yəni ilk yönləndirdiyiniz şeylər nələr olur, nə edirsiniz? Bu cür pasientlər, məsələn, vaxtilə panik atakdan bu qədər çox danışmır da, diaqnoz olaraq, analiz olaraq xəstəliyə ad qoya bilmirsə, onu panik atak paketli veririk, sən də panik atakdır, get rahat həyatını yaşa. Vaxtı ilə müxtəlif diaqnozlar adında ürəkdə bu cür problemlər olanda kardionevroz deyə bilirdik, vegetativ dissaniya deyirdik. Hal-hazırda düzdür, belə diaqnozlar qoymuruq. Həkimlərimiz yenə də o diaqnozları qoyur. Amma o diaqnozun qoyulmasında da bir üstünlüyü var idi ki, pasiyentə deyirik ki, bu olaylar sənin bu narahatçılıqların nevrogen mənşəlidir. Məsələn, müayinə edirdik, xəstə rahat olduğu təqdirdə heç bir narahatçılıq olmur. Gərgin vəziyyətdə gəldiyi təqdirdə sadəcə ürək döyüntü aşkarlayırıq. Adi halda, məsələn, cavan adamlarda düzdür, panik atak daha çox olur. Yaş artdıqca çox şeyləri, məsələn, boş verdiyimiz üçün çox daxilə atmırıq. Cavan adamlarda da biz aydın məsələdə problem görməyəcək. Yəni, problemlər əksərən kişi cinsindən olanlar üçün 40 yaşından yuxarıda başlayır, yəni müəyyən dəyişikliklər getməyə. Cavan adamlarda 30 yaşlarda demək olar ki, bir struktur dəyişikliyi biz görmürük. Amma panik atakdır və get nevroloq və ya da psixoloqun yanına bunu deyib də xəstəni rahat buraxmaq da tərəfində deyiləm. Çünki müntəzəm xəstə gərginlik olan vaxtda ürək döyüntülərinin sayının artırmağı ilə bir müddətdən sonra ürəkdə müəyyən dəyişikliklər yarada bilir. Çünki dayanmadan biz həyəcan vaxtı xüsusi maddələrdən ürəyi belə deyək də qamçılayır dayanmadan. Əgər xəstə bir özünə rahatlıq verilə bilirsə, bu epizodik olduğu da təqdirdə qorxu yox. Amma xəstə var ki, dayanmadan təlaşın içindədir. Mən panik ataka bir xəstəlik kimi yox, xasiyyətin bir halı kimi baxdığım üçün o yüzden panik ataklı xəstələrin sağalması biraz çətindir. Çünki
xəstəliyin sağalması xasiyyətin dəyişməsindən irəli gəlir. Yəni mənim baxışımın əlavə təsiri kimidir. Və panik ataklı xəstələrə biz nə deyirik? Dayanmadan nəsə bir işimlə məşğul ol. Baş nəyəsə məşğul olduğu təqdirdə mənim altda izahatını verə bilmədiyim psixoloji travmamı deyək və yaxud da həll edə bilmədiyimiz bir psixoloji hallar mı deyək, onların arasında mübarizə bir formasıdır panik. Həm işlə məşğul olduğu təqdirdə mən diqqətimi yayındırıram. Həmən o həll etmədiyim narahatçılıqların diqqətimi yayındırıram. Həmən ürək döyüntü təzyiqdə stabilləşir. Onu biləsiniz, panik atak boşluq vaxtı. Adam işdən çıxıb boşluq vaxtı və yaxud da evdə bir narahatçılığı var, narahatçılıq boşluq yaranır. Mən o boşluqlar mənim köhnə travmalarımı xatırlatdırır. Amma unutduğum köhnə travmaları zaten adı bəlli olsa həll etmiş olacaq. Çünki heç mi xoş deyil. Panik ataklı xəstələr bizim yanımıza gələndə onlar elə bilir ki, biz onlara deyirik ki, sən özün bunu edirsən. Yox, xəstənin özünün də xoş deyil bu cür həyat tərzi. Başlanğıcda ürəkdə problem olmur. Gələcəkdə müntəzəm bu hallarda bəli ürəkdə dəyişikliklər yarada bilir. Bəs doktor, müasir zamanda ən çox qarşılaşdığımız bu kardioloji problemlər və yaxud da ki, hal-hazırdakı kardioloji, müasir kardioloji problemlər nədir? Kardioloji problemlər dediyimizdə, məsələn, bugün tibb aşırı inkişaf edir. Məsələn, 30-40 il bundan qabaqki kardioloqlarımız və həkimlərimiz bizə paxıllıq edərlər ki, sinərinizə nə gözəl dərmanlar var. Amma fikir versək, tibb inkişaf etdikcə xəstəliyin sayısı da artır. Məsələn, bugün ölüm faizini götürsək, məsələn, bir kardioloq olaraq bəli, acizliyimizi etiraf etməliyik. Yer üzündə ölüm sayısına görə ən çox ölüm hadisələri ürək qan damar sistemi xəstəliklərindən olur. Hətta infarktdan və insultdan ölmə faizi bütün ölümlərin 1/3-ni təşkil edir. Yəni bu çox ağır bir göstəricidir. Və yaxşı etiraf edirik ki, tibbimiz bu qədər inkişaf edib və əlimizdə möhtəşəm bu dərmanlar var. Niyə bəs bu nəticəni əldə etmirik? Bir əlavə edim, göstəriciləri əsasən orta və yaxud da aşağı qazancı olan ölkələr arasındakı insanların hesabına bu ölüm faizi artır. Məsələn, inkişaf etmiş ölkələrdə yavaş-yavaş düşür, ölüm göstəricisi ürək damar sistemi xəstəliklərindən düşür və orta yaşam müddəti artır. Amma digər ölkələrdə isə yəni ömür müddəti yenə də əvvəlki kimi olaraq qalıb aşağı müddətdə və ölüm faizi də artıb. Və səbəb deyə bilərik ki, nədir? Yaxşı, bu qədər keyfiyyətli dərmanlarımız var. Biz dərmanlarla yaşam göstərisini artırırıq, amma yaş artdıqca digər sistemlərdə də müəyyən dəyişikliklər olur. Yaxşı, ürəyin işini yaxşılaşdırdıq. Axı, böyləkdə müəyyən dəyişikliklər gedir, beyində müəyyən dəyişikliklər gedir. Biz istədiyimiz halda belə universal insan modeli yarada bilmirik. Genetik olaraq zədələmələr gedir. Ondan sonra problem nədədir? İnsan nə qədər bu komfort həyat tərzi artdıqca nəfsani olaraq rahatlığı sevir. Rahatlığın içində mənim az əziyyətim var. Rahatlığın içində mənim ağız dadıma uyğun olan qidalardan daha çox istifadə etmək istəyi var və bugün qidanın və istəklərimin daha rahat əldə olunması məni daha az işləməyə vadar edir. Yəni, mən istəmədim, bu il fiziki olaraq avtomatik ürəyimi xəstələməsinə şərait yaradıram. Mənim bu rahat qidalarım dediyimiz rahat mənimsənilən rafinə olmuş qidalar tərəfindən bədənimə girməsi mənim damarlarımı zədələməsinə şərait yaradır. Mənim artıq qida tərzim damarımın zədələnməsinə, gələcəkdə damarın tıxanılmasına şərait yaradır. Mənim xroniki stressdə olmam, yəni bu sürətli zamanda biz dayanmadan qaçma modundayıq, çatma modundayıq. Harasa çatmalıyam. Çata da bilmirik, çünki zaman çox sürətlidir. Və müqayisə olunmamız, çünki çata bilmirik və evdə də müqayisə edənlərimiz var. Və daimi məişət zəminində və yaxud da işlə əlaqəli psixoloji bir baskıdayıq. Stres, bəli. Və qaçma təlaşı və yaxud da bizi hal-hazırda indi bir bəla olaraq telefon əlimizdə aşırı informasiya çoxluğu bizim yuxumuza da təsir edir. Çünki dayanmadan xırda ləzzətlər alır. Biz xırda video roliklərlə tamamlanmamış ləzzətlər alırıq. Çünki beyin olaraq deyir ki, bu işi tamamladım. Beyin ondan ləzzət alır. Tamamlamış. Amma həyatda, real həyatda isə tamamlanmamış işlər çoxluğu formalaşır. Və yuxumuzu da korladıq. Və bugünkü zamanın bu komfortu bizi sürüklüyür xəstəliyə doğru. Yəni, ideal dərmanlarımız var.
Amma o dərmanlarla yanaşı onun işlərin alt-üst edən həyatımızın xaotik rejimsizliyi var. O yüzden yəni müasir kardiologiyadan danışsaq, məsələn, keçmişki kardiologiya nəyə əsaslanırdı? Ölüm faizini azaltmağa. Yəni risklər, ölüm aşırıdır. Necə edək? Ölümü azaldaq. Ölümü azaltdıqca biz baxdıq gördük ki, həyat keyfiyyəti düşdü aşağı. Yəni mən xəstənin təzyiqin bizdə protokollarla işləmək məcburiyyətindəyik. Protokollarda deyilir ki, mütləq bu göstərici olmalıdır. Yaxşı, mən xəstənin təzyiqini saldım aşağı. Xəstə aşağı təzyiqdən rahat hərəkət edə bilmir. Beyin qan dövranı pozğunluğu ilə əlaqəli səndəliyə gəzir. Həyat keyfiyyətini saldım aşağı. Bugün həyat keyfiyyətini təmin etməyə çalışırıq. Həyat keyfiyyətini təmin etdiyi təqdirdə də baxırıq ki, nəyə çevrildik? Robotlaşmağa. Bütün xəstələrə standart baxılır. Yəni, müasir kardiologiya nəyə yönəlməyi məsləhət olar? Fərdi yanaşmağa. Problem ondadır ki, fərdi yanaşmağa da zaman yoxdur. Yəni, xəstəlik artır, həkim sayısı məhdud saydadır. Fərdi yanaşmaq üçün zaman lazımdır. Fərdi yanaşmaq üçün analizlər, müəyyən analizlər olmalı ki, bu analizlərdə aşırı pul tələb edir. Yenə də bunu edə bilmirik. O yüzden bugünkü kardiologiyanın ən böyük sıxıntısı biz artıq xəstəni yox, xəstəliyi və yaxud analizləri müalicə edirik. Biz konkret xəstə ilə danışmağa, aşırı danışmağa və araşdırmağa vaxtımız yoxdur. O yüzden göstəricimiz analiz olur. Analizlərdə hər şey qaydasındasə sən sağaldın. Xəstəlik ki, mən də rahatlanmamışam. Yəni, mən yenə də özümü narahat edirəm. Göndərir ya psixoloqa, ya nəsə, amma üzərimizdən uzaqlaşdırır. Amma araşdırsaq bəlkə də altda müəyyən problemlər və doğrudan da çıxır. Əslində sizin, yəni mən özüm bildiyim, tanıdığım üçün deyirəm ki, və bir çox pasientlərin də, yəni mən özüm psixoloqam, amma yönləndirib bu adamın panik atak bilirəm ki, psixolojiyadır, nevrolojiyadır. Amma yenə də ehtiyacı var ki, mən kardioloq, mən ürəyimi göstərmək istəyirəm. Belə deyim də, sizə yönləndirdikdən sonra insandan yəni geri dönüş deyək də, feedback deyirik, geri dönüş alanda fərqi də varım ki, adam deyir ki, mən öz dərmanımı tapdım, mən bilirəm ki, məndəki problem nədir. Bu insanın bəzən bu sırf sizin təbii ki, işin peşəkarlığına söhbət gedir, işin təcrübəsindən söhbət gedir. Bir çox həkimlər də belə ola bilər, ya da tam əksi ola bilər ki, məsuliyyəti özlərindən götürüb, sən psixoloqa get, psixiatra get, mən sənə yaxşı deyiləm, yəni əslində bu qarşı tərəfi inandırmaqdan da, yəni həkimlə pasient arasında olan bir inanc deyək də, güvən, inam duyğusu çox önəmlidir. Məsələ də oradadır ki, siz o inamı yarada bilirsiniz. Pasient rahatlıqla, ürəyi rahat, oradan çıxıb deyə bilir ki, mən yaxşıyam, mən sanki sağaldım, razıyam. Analizlərə biz baxırıq ki, bu insanda bu problemlər varmı, hansı vitamin çatışmamazlığı ola bilər və yaxud da hansısa bir hormonal, təbii ki, bu ya da ekoya baxırsınız, amma hər biri təmiz çıxdığı halda bu adamın hələ də deyir ki, mən yaxşı deyiləm, özümü narahat hiss edirəm, ürəyim döyünür və özümü çox gərgin hiss edirəm. Bax, orada etdiyiniz, təbii ki, üsulu demirəm, sirri paylaşın demirəm, amma ən azından belə bir ehtimalı belə insanlar deyə bilər ki, mən hər yerə getdim, hər həkimə getdim, bütün check-up elətdirmişəm, bütün bədənimi yoxlatmışam, amma hər də problemimi tapa bilmirəm. Bu anda nə etməlidir? O həkimlərin daha çox o kiçik nüansa fikir verməli olduğu yer var. Siz nəyə verirsiniz? O kiçik nüansı bir damcı da olsa sirrini paylaşın deyirik. Analar övladları ağlayanda demək olar ki, bilirlər ki, bu yemək istəyir, bunun arası ağrıyır və yaxud da kimsə incidib ağlayış tərzidir. Bu ilə təsdiqlənilir ki, doğrudan da ağlayış tərzindən bilmək olur. Uşaq yemək istəyir, öz arası ağrıyır. Pasiyent içəri girəndə zaten bizim əlimizdə bir şparqalka bilməm nədir, bizim dilimizdə elə biz ipucları olur. Bütün pasiyentlər gələndə danışmasalar belə ipucları ilə gəlirlər. Pasiyentləri biz sadəcə o ipucları tapmaq üçün bəzən zaman tutmaq üçün deyirik danış. Danışarkən mimikasına baxırır. O deyir gözlər qəlbin aynasıdır. Pasient zaten mimikasından artıq dərdin deyir deməsə də. Problem sadəcə danışıqları bizə istiqamət verilmədə yardım olur. Pasient içəri girəndə artıq bunun fizikidir, problemlərin fiziki olub və ya da psixoloji olduğu bəllidir.
Düzdür, pasientlər psixoloji olduğu təqdirdə biz pasiyentə həmən desək ki, səndə fiziki problem yoxdur, çıx get. Pasient deyəcək ki, bir dəqiqə mənə baxmadı. Hansı ki, bu dediklərimiz uzun illər ərzindəki təcrübələrə əsaslanır. Yəni, təcrübənin əsasında biz o diaqnozu qoya bilirik. Bəli, pasiyentin ehtiyacı var, danışmağa ehtiyacı var. Pasiyentə vaxt ayrılmalıdır. Pasiyent onunla fərdi yanaşıldı, fərdi söhbət edildiyini duymalıdır. Həmən problemimi dedim, mən duyuldum. Çünki bu gün əslində qalsa pasiyentlərin yox, hamının duyulmağa ehtiyacı var. Biz diqqət etsək, indiki zamanda heç kimə qulaq asmır. Birincisi, hamı bilgilidir. Məsələn, bizim yanımıza gələndə artıq pasiyentlər ChatGPT-nin hesabına bilgi ilə gəlirlər, artıq deyərək ki, doktor, maraqlanmışam. Düz yerə pasiyentləri xoşlamırıq. Yəni, maraqlanmışsan, zaten ged onda özünə müalicə yaz. Amma mən tərəfindəyim, bilgili olmanın tərəfindəyim. Və sıxıntılardan, ən böyük sıxıntılardan birisi, bəlkə də bu bizim bölgə üçün, bəlkə də post-sovet məkanı üçün xarakterikdir. Yəqin ki, xaricdə belə bir şeylər yoxdur. Məsələn, bizdə həkimlər diplomu aldı. Dövlət və yaxud da təhsil sistemi bir etaplar keçir. O etapları keçən həkim artıq təsdiqlənmiş həkimdir. Sən həkim olaraq işləyə bilərsən, sənə pasientlər, xəstələr etibar olunur. Bizdə növbəti etap, xəstələrin güvəni etapı keçmək. Ən ağır o etap odur. Xaricdə yoxdur. Zaten həkimsənsə, mən sənə etibar etməliyəm. Bizdə yox, hələ bir dəqiqə bu həkimə etibar olunmalıdır. Mən xatırlayıram ki, 20 neçə il bundan qabaq ilk gələn pasientlərə yaşımı yanlış deyirdim. Yəni 5-10 il artırırdım ki, pasient mənə etibar etsin. Çünki bilsə ki, mən birinci ilimdir ya da ikinci ilimdir, yox, bu həkimə güvənilməməlidir. Yəni, ən böyük Azərbaycan həkimlərinin sıxıntıları pasient artıq yanımıza gələndə bəzən 4-5 reseptlə gəlir. Baxırsan ki, reseptlərin tarixlərinə baxıram. Deməli, mənim yanıma gəlməzdən 2 ay ərzində 10 gün bundan qabaq, bir həkimin yanında olub 20 gün qabaq, bundan qabaq. Deyirəm, niyə belə etdin? Doktor, dərman yazılı, təzyiqin düşmədi. Zaten təzyiqin düşməsi üçün bir zaman lazımdır. Mən tərəfdə də deyiləm, dərmanı verdin, həmən təzyiqi sal. Çünki o mexanizmlər, bədənəki o proseslər uzun illər ərzində pozulub. Və mən dərman atım, həmən birdən-birə balanslaşdırım. Əgər elə bir şey olmuş olsaydı, nə gözəl idi, biz nə xoşbəxt dedik. Bir dərmanı verərdik, bütün pasientlər düzələrdi. Zaten bütün həkimlərin istədiyi odur. Heç o deyil. Niyə bayaq dediyim kimi, bizim bugün statistikaya və tədqiqatlara əsaslanmış protokollarımız bizi məcbur edir ki, hamıya standart baxaq. Həm tərəfindəyim işimizi rahatlaşdırır. Yəni, tədqiqat aparmaq üçün artıq mənim yerimə tədqiqat aparıblar. Amerikada, Avropada tədqiqat aparılıb böyük bir insan toplusu üzərində. Amma nəzərə alsaq ki, Amerikada yaşayanlar, Avropada yaşayanlar fərqli bir yerdə yaşayırlar, fərqli bir düşüncədədirlər, həyata fərqli baxışdadılar. Dünyanın bəzi problemləri, dərdləri var ki, onların heç beyinlərində deyil, biz amma onu dərd olaraq etmişik. O yüzdən biraz ümumiyyətlə fərdiləşməyə yönəlik olunsa, burada panik atak da yavaş-yavaş azalacaq, burada dərmanların əlavə təsirləri də daha az olacaq. Məsələn, dərmanların əlavə təsiri dedikdə, bugün yaşlı nəsildə, yəni düzdür, xəstəliklər cavanlaşıb, pasientlərə 6, 7, 8 bəzən dərman yazılır. Məcburiyyət qarşısında. Niyə? Çünki xəstə artıq həkimə müraciət edəndə bütün sistemləri korlamış vəziyyətdə olur. Mən bir sistem üçün dərman yazıram, dərman tutan bir təzyiqi saldı, amma başqa sistemi korladı. Mən başqa sistemin korlanmış hissəsin zərərlərini götürmək üçün yeni bir dərman yazıram. O dərman başqa fəsadlar edir. Və bütün bu fəsadları örtbasır etmək üçün məcburən 5-6 dərman yazıram. Və ikinci bir problem ortaya çıxır. Pasiyentin bu dərmanları ala bilməsi, çünki müasir dərmanlar doğrudan da gözəldir, amma bahalı molekullar olduğu üçün dərmanlar bahadır. Və pasientlərin də yaddaşlarında bir müddət bu firma dərmanlar deyilən bir şeylər var idi. Firma dərmanı yox, əlimizdə olan budur. Və ən yaxşısı budur. Bahadırsa o demək deyir ki, firmadır. Molekul bahalı molekuldur. Yəni, həkim də çarəsiz vəziyyətdə qalır. Pasiyentə dərman yazır, dərman alına biləcəkmi və alınandan sonra qaydasınca işləyə biləcəkmi? Çünki 6 dərmanı bunu yadda saxlamaq da var. Və bir müddətdən sonra pasiyent nə edir? Yaxşılaşdım, dərmanlar kəsir. Və bizə müraciət edir ki, doktor, biraz narahatçılıqlarım artıb. Yaxşı,
dərmanları qaydasınız edirsəm, yox doktor, dərmanlar qutardı. Nə vaxt qutardı? Axı sənə yazılıb ömürlük, yox aldığın qutardı. Yəni əgər bir qutu dərman alınmışsa və bitdisə müalicə bitdi. Yox. 30 il ərzində, 40 il ərzində yaranmış xəstəlik bir ay ərzində keçməsi mümkün deyil. Zaman tələb edir. Məsələ də burasındadır ki, sizin sözünüzə qüvvət, hamı indi tələskən modda olduğu üçün həmən nəticə görmək istəyirlər. Bu hər yerdə belədir. Bütün sferalarda belədir. Eynilə də bu xəstəlik, yəni həkim yanına gəldikdə sanki həkimlərin seyri dəyənəyi var. Anında sənin bütün problemlərini anında həll etməlidir. Həll etmədiyində hətta həkimi günahlandırırlar ki, o həkim eynilə bizim sahəmizdə də elədir. Bəzən gəlirlər seanslara ki, mən nə vaxt düzələcəm? Yəni 2 seansa düzələrəm, 3 seansa. Sənin illərlə yığdığın o problemlər necə 2 söhbətlə də, yəni biz söhbət edirik, söhbətlə necə hamısı həll ola bilər? Yəni biz də Tanrı deyilik ki, hər şeyi həll edək. Eynən, sürət. Biraz səbir, biraz gözləmək, inam, güvən da önəmlidir. Keçirəm, bəs suala keçmiş olsam, indi ürək problemləri biraz cavanlaşıb. Artıq görürəm ki, daha gənc insanlar bu ürək problemlərinə rastlaşırıq. Belə bir sual verim ki, bax bu ilk simptom, hansı simptomlara ilk bax belə nəzər salsınlar? İlk simptom nədir ki, həmən mənə siqnal verildi ki, mən həkimə müraciət etməliyəm? Ümumiyyətlə, yaş da bizi rahatlaşdırır. Məsələn, 30 yaşa qədər əgər genetik bir problem yoxdursa, nəsildə genetik olaraq ürək xəstəliklərinə meyilli yoxdursa, yanaşansa bir ağır xəstəlik yoxdursa, 30 yaşına qədər demək olar ki, ürək damar sistemi xəstəliklərinin problemi şübhələnmir o sahədən. Amma o 30 yaşdakı şəxsin vərdişləri, gələcək problemləri artıq bir təməl yaradır. 30-45 yaşa qədər ürək damar sistemi xəstəliklərinin ilkin dəyişiklikləri bədəndə yaranır. Məsələn, damarların artıq elastiklikləri azalır. Biz ətraf mühitin dəyişikliklərinə artıq fərqli şəkildə reaksiya veririk və stresə dözümlülük azalır. Və əsas problemlər 40 kişilər üçün 40-45 yaşdan sonra artıq ürəyin işemik xəstəliklərlə əlaqəli əlamətlər üzə çıxardır. Yəni, yaş da bizə hardasa köməklik edir. Düzdür, bu qadınlarda 50-55 yaşlara, yəni statistik olaraq menopauza dönəmində olan qadınlara artıq ürək damar sistemi xəstəlikləri təqribi kişilərlə bərabərləşir. O müddətə qədər kişilər daha öndə gedir. Yəni, o sahədə çox bacarıqlıyıq. Ona da səbəblər var. Məsələn, bugün bir pasiyent yanımdaydı. Danışa-danışa psixoloji problem idi. Yəni, kardioloji problem deyildi. Danışa-danışa ağlayır, problemləri tökür. Deyirəm, sizin ən azından bu avantajınız var. Kişiləri o da qadağa qoyulub. Yəni, ağlamaq kişi olur, ağlamaq olmaz. Yəni, kişilərin, bəli, bugünkü gündə yükü çox. Tam kişi cinsindən yanımıza gəldisə, ilk əlamət olaraq, aydın məsələdir, ürəkdən danışırsa, ürək tərəfdə ağrı, və hətta təzyiq oynamalar, ürək döyüntülər, hərəkət vaxtı təngi nəfəslik və yaxud da heç vaxt olmayan, amma yaxınlarda və yaxud da bir müddət yaranan fiziki yüklənmə zamanı tərləmənin yerləməsi və bu zaman yüngül həyəcanın da olması. Hətta bəzən pasiyentlər deyir ki, ölçmüşəm bu qədər məsafədən sonra və yaxud da dik yerə qalxandan sonra və yaxud da soyuq bir yerə, soyuq külək üzmə vurandan sonra bir sıxılma yaranır. Yəni, belə bir şikayətlər olanda biz artıq ürəkdən şübhələnməliyik. Amma problem nədədir? Bu dediyimiz şikayətlər olması artıq ürək xəstəliyinin yaranmasının göstəricisidir. Biz psixoloji hallar çıxırıq. Müayinə etdik, yoxdur, nə gözəl, araşdırdıq. Məsələn, bəzən pasiyentlər xoşlanmır, məcburən xəstənin şikayətlərinə uyğun olaraq biz analizlərimizin sayısı çox olur. Bəzən xəstə etiraz edib ki, doktor, bu qədər analiz elətdirdim, heç bir şey çıxmadı. Məsələn, tibdə belə bir istiqamət var ki, birinci şübhələnəcəyin ən qorxulu xəstəlik olsun. Yəni, qorxulu xəstəliyi inkar et, zaten yüngüllərin sənin nəzərindən çıxsa da bir fəsad yaratmayacaq. Siz şikayətləri soruşdunuz ki, hansı şikayətlərlə şübhələnək? Heyif ki, şikayət olduğu təqdirdə biz artıq gelişmişik. Bir ən gözəl tip profilaktik tipdir. Və bilmədiyim Sina'dan xatırlayıram. İbn Sina vaxtla deyib ki, ondan xatırlayıram, deyir, xəstəliyi xəstələnməmişdən qabaq müalicə edin. Xəstələniz artıq xəstəsiz.
müəyyən analizlər var. O analizləri etməklə biz risk faktorlarını aşkar edə bilirik və genetik meyilliliyi aşkar edə bilirik. Bu analizləri etdik, bu analizlərdə problem çıxmadısa, artıq rahat ola bilirik. Yəni xəstənin şikayətlərinin nevrolojidir səndə, yəni ürəklə əlaqəli deyil, rahatlıqla deyə bilirik. Və burada artıq önə çıxır şikayət olmadan profilaktik müayinələr. Heyf biz hələ ki o halda deyilik. Sizə müraciət edən xəstələrin ortaq yaşam tərzlərində hansı problem var ki, o problemlə sizə yaxınlaşırlar? Ortaq yox. Yaşam tərzləri necədir ki, bax, onları o xəstəliyə gətirib çıxardır? Yəni bizim bölgəmizə xas olan, yəni Azərbaycanlıq deyirsə, dadlı ləzzətli düzdür. Mən dadlı ləzzətli yeməkləri xoşlamıram. Yeməklə əlaqəli danışılanda tam mənə çatmır. Beyin daha mərkəz inkişaf etməyib, amma nəfsani olaraq, psixoloji olaraq dadlı yeməklə xoşlayırıq. Və aşırı dadlı yemək və bu dadlı yeməyin bir həddinin olmamazlığı bizdə piləmə yaradır. Yaxşı, mən dadlı yeməyi yeyə bilərəm, amma o dadlı yemək nəticəsində yaranmış enerjimdə mən istifadə etməliyəm. Bunu da istifadə etmirəm. Fiziki olaraq. Divanda rahat əyləşib pult əlimdə, yəni televizora baxıramsa, artıq xəstəliyi zorla özüm dua edərək çağırıram, gəlinsin. Sonra, məsələn, indi qarşısı necə almaqdan, yoxsa... Sadəcə soruşdum ki, yəni hansı problemlər daha çox? Amma qarşısını da almalıdır desəz çox yaxşı olar ki, necə bir həyat tərzi olsa ki, insanların... Problem ümumiyyətlə bizim həyata baxışımız. Bəlkə də bu bölgənin bir düşüncə tərzi var. Biz hamımız işə başlayanın təqaüdə çıxma zamanı gözləyir. Nə vaxt təqaüdə çıxacaq? Yəni bu düşüncə tərzi artıq mənim işimi sevmirəm. Mən işimdən dərdliyəm. Yəni buradan nə vaxt qurtulacağam? Yəni təsəvvür edin, bizim potensial aktiv olan bir müddətimizi işdə keçirdirik və o işə də zülmlə baxırıq ki, təqaüdə nə qədər çıxacağam. Yəni mən işimə getdiyim müddətdə artıq stressdəyəm. Bilməm nə qədər doğrudur. Məsələn, Çinlilərdən maraqlanırlar. Niyə bu qədər rahatdırlar? Baxsaz, sıxıntıları da çoxdur filan. Onlar işə bir nəticə əldə edəcəyim məqsədlə baxmırlar. Onlar elə bilin ki, necə deyim, yenə də orada olmamışam və düşüncə tərzlərini bilməm, sadəcə ədəbiyyat olaraq bilgini deyirəm. Onlardan soruşanda deyir ki, bizə necə ananı sevməlisən, necə dövlətini sevməlisən, torpağını sevməlisən, işi də bizə elə aşılayırlar, işini sevməlisən. Yəni, mən işimlə işlədim, yorulmuram. Yenə də bu internet bilgisidir. Maraqlandığım bir müəssisələrdə işlədikdən sonra onlar bir əyləncəli bir oyunlar keçirilir. Tenis oynanırsa nə olunur? Evə gəlinəndə də yorğunluq yoxdur. Çünki etməli olacağım şey etdim. Amma bizdə sanki mən bu işlə məşğul olmamalıydım. Mən daha rahat işlə məşğul olmalıydım. Bu mənə işgəncə olaraq verilən bir işdir. Əksəriyyət o düşüncədədir. O yüzdən sevdiyimiz işlə də məşğul olduğumuz təqdirdə biz stressdəyik. Sonra məsələn baxsaq bu bizim cavanların öz seçimləri yoxdur. Valideynlər sağ olsunlar, onların seçimlər oynayırlar. Bu da valideynlərin zəiflikləridir ki, uşağa seçim qabiliyyəti vermirlər. Böyümüşə biz o vaxt danışdığımız təqdirdə uşaq kimi baxırıq. Bir sahə seçimi yoxdur. Avtomatik valideynin seçdiyi sahədə mən işlədiyim üçün zaten sahəmi sevmirəm. Nə vaxt bundan canımı qutaracam? Təqaüdə çıxanda. Təqaüdə çıxdığı təqdirdə də artıq mən tükənmiş vəziyyətdə oluram. Bədənimi tam zədələnmiş vəziyyətdə oluram. Qarşısı almaq üçün məsələn deyirlər, aktiv həyat tərzi keçirt, hərəkət et. Və bizim indi topluya baxsaq, hamı idmanla məşğul olur. İdmana baxdığımızda da idmanın özü də bir stressdir. Məsələn, mən idmanla məşğul olmaq üçün şəhərin bir başından o bir başına gedəcəm. Yolda keçirdiyim bütün müddət ərzində stressli oluram. Və idmandan çıxıram yorğun vəziyyətdə, evə qayıtdığım müddət ərzində də o tıxaclarda mən stres yaşayıram. İdman bir bəlaya, bir yükə kesilir mənə. Amma normalda idman mənim həyatımın içində olmalıdır. Mən tutan pasientlərə deyirəm ki, tutal mənim avtomobil var, amma istifadə etmirəm. Ancaq həftənin son günləri istifadə edirəm. Qalan vaxtlar tutalım liftdən istifadə olunmur. Beyinə mesaj gedir. Beyin dayanmadan səni sorğuluyor. Bu adam hara tələsir? Hara gedir?
benim bir dəqiqə bu işə gedir. Liftdən istifadə etmir, amma işə gedir, həll olundu. Sürətli arası tələsir, hara gedir, işə gedir, həll olundu. Amma biz qaçış aparatının üstündə dayanmadan qaçanda beyin baxır, yəni mən qaçıram, amma görüntü olaraq xəyal dəyişmir. Və hara qaçıram? Mənim qaçmam, mənim idmanım yeni bir stres yaradır. Mən idmanımla rahatlıq əldə etdiyim təqdirdə stres yaradıram. Düzdür, əgər mən o qaçışımı meditasiyanla kompensə etsəm, mən stresimi biraz azaldıb, sadəcə idmanlı fiziki dözümlüyümü artıracam. Əks təqdirdə mən meditasiya ilə məşğul olmuramsa, meditasiya dediyimiz, burada nəfəs təlimləri var, burada xüsusi meditasiya üsulları var, burada dindar insanların dinlə, ibadətlə məşğuliyyəti var. Bunlar hamısı bir rahatlıq yaradır. Yəni, bu rahatlıqla idmanımı etsəm, möhtəşəm bir nəticə olur. Təklikdə birisin, təklikdə dediyim, ibadətlə təkliklə məşğul ola bilir. Zaten ibadətlə məşğul olduqda bizim stresi dözümlüyümüz artır. Məsələn, ibadətlə məşğul olan insanların böyük avantajlarından birisi nədir? Və bir danışdığımız kimi biz tutalım ki, əsasən kişi cinsindən olanları götürək. Onlar yüklüdürlər. Kainatı dəyişənlər bunlardır. Bütün ailə onların üzərində durulmalıdır. Maddi olaraq təmin olunmalıdır. Ən yaxşı ev alınmalıdır. Ən yaxşı hamıya idman maşını alınmalıdır. Dünyanın ən yaxşı yerlərində istirahət olunmalıdır. Kim etməlidir? Kişi etməlidir. Yaxşı. Kişi bu yük dərk edir. Etmək üçün də yüklənməlidir. İbadətlə məşğul olanlarda birinci vəzifələrini bilirlər. Yəni, kişinin elə bir vəzifəsi yoxdur, elə bir öhdəlikləri yoxdur. Öhdəliyi var, ailəsini dolandırmır. Amma belə müqayisə ediləcək, onda var, mən də bunu etməliyəm. Bu bir yükdür və ola bilər ki, heç vaxt bunu edə bilməyəm. Amma onu edə bilməyən birisi yaşadığı bütün həyatın bədbəxt həyat tərzinə keçirəcək. Mən ailəmə Maldiv adalarında istirahət etdirə bilmədim, ailəmə 4-5 mərtəbəli imarətdə saxlatdıra bilmədim, idman maşında gəzdirə bilmədim. Və tutalım ki, adamın zaten bu düşüncədə olan birisinin həyatda qısa olacaq. Ya infarkt ya da insultdan dünyasını keçirəcək. Soruşsan nə yaşadın? Deyiz, yəni bədbəxt olaraq yaşadım, heç nəyə də çatmadım. İbadətlə məşğul olanlar birisində isə bilir ki, dəqiqə, mən addımlarımı atmaqla sorumluyam. Bərəkətləndirən isə, onu ruziləndirən isə yaradandır. Avtomatik yükün böyük bir hissəsi getdi. Xanım istəyənlərə deyir ki, bir dəqiqə. Mən sadəcə vasitəyəm. Mən etməli olacağımı edirəm. Bu, əlin, qolun, başın arasını aparıb da, mənə vasitə gələcək deyib, o haqda danışmım. Mənə düşən etməliyəm. Onu bərəkətləndirən kim olduğunu bilməliyəm. Bunda bir rahatlıq var. Avtomatik görün nə qədər stres getdi. Çünki bizim bugün əsas stresimiz həyatda qalmaq üçün mübarizədə gedir də. Məni həyatda saxlayan birisi var. Bu dediyimiz amma səmimi bir yalancı olmalıdır. Çünki bədənimizdə bütün xəstəliklərin dərmanı var. Məsələn, tibbdə plasebo effektdən biz tez-tez danışırıq. Və yaxud da insanlar ziyarətgahlara gedirlər. Getdi, harası əlini daşa sürtdü və yaxud da hansı ağaca götürdü, nəsə bağladı və gəlir doğrudan da xəstəlik itdi getdi, problemi itdi getdi. Soruşsan tibbi olaraq, nə vaxtdan ağac sağaldan olub? Nə vaxtdan daş sağaldan olub? Yoxdur belə bir şey. İnanc, yaradanın bədəndə verdiyi bir mexanizmlər var. İnancla o mexanizmləri işə salır. Doğru olardı ki, nə gözəl, biz ağacdan tapmayaq, onu daşdan bilməyək, yaradandan bilək, zaten doğru olardı. Hansısa bir vasitə ilə deyil. Bəli. Amma bu da insanların özündəki o güclə, yəni güc deyirik də, yəni potensialdan da çox şey asılıdır. Əgər bir vasitə istəyirsə, deməli bu insana nəyisə toxunmağa, nəyisə hiss etməyə ehtiyacı var. Bu, yəni, insan hələ o nöqtəyə gəlib çatmayıb ki... Yox, zaten ehtiyacımız var. Yox, bu vasitə doğal ehtiyacdır. Biz dünyaya gələndən, ilk uşağın süd əmməsindən vasitə, yəni, məsələn, bizim insanların bir duası var da, məni heç kimə möhtac etmə. Zaten duanın özü bir yanlış bir duadır. Necə ola bilər? Yəni, xanımdan gedirsə, xanım aydın məsələdir. Həyat yoldaşına, yəni, kobud götürsə möhtacdır. Və yaxud da övladına möhtacdır. Mən duamla hamını özümdən uzaqlaşdırıram. O baxımdan bəli, vasitələrə ehtiyacımız var. Doğru vasitələrə ehtiyacımız var.
biz bəzən və yaxud da çox vaxt yanlış vasitələrdən istifadə edirik. Problemimizi unutmaq üçün hansısa Qaçış, ya dərman vasitəsindən, ya içkidən, ya uyuşduruculardan, bunlar da bir vasitələrdir. Deyilən. Çünki hamımızın komforta ehtiyacımız var. Nəfsani olaraq rahatlığı istəyirik. Bu əslində bir qaçışdır, insanın özündən olan qaçışıdır ki, Sizlikdir, qaçış. eynən. Və siz dediyiniz kimi, yəni bu artıq bir vasitəçilik də kənara dursun. Hə, vasitə olaraq bizi sakitləşdirir, müvəqqəti olaraq aldadır, amma o problem olduğu kimi qalır. Yəni insan, yəni olmadığı bir insan kimi görünməyə çalışır. Görünməyə çalışmaqdan qırılır. Sonra o perioda girir, beynini öldürərək, bədənini öldürərək, əslində məhv edir hər bir sistemini, sadəcə kardioloji, yəni ürək tərəfdə deyil, psixoloji tərəfdən deyil, beyin, nevroloji, hər mənada özünü öldürür. Əslində biraz intihar deyilmi? Yəni mən buradayam, səni görə bilmədim, sənə toxuna bilmədim, yəni amma özümü məhv edirəm. Psixoloji baxımdan biz ödəyə bilərik, bəli. Biz həkimlər də psixoloji intihar etmək istəyən insanları məcburən tutub saxlayırıq dünyadakı, yəni dərmanlar vasitəsilə. Çünki o düşüncələrini bəli, biz mexanizmləri korluyoruz bədənimizdə. Təzyiq qalxdı. Mən pasientlərə deyirəm, təzyiq, nəbzin artması və yaxud da bədəndə gedən digər bədənin, daha doğrusu beynin bədən vasitəsilə qışqırığı, danışığı. Düzdür, həkim olaraq bəzən biz o bədən danışığını sustururuq. Təzyiq müəyyən səbəbə. Tutam ki, xoşlamadığım bir insanı gördüm, mənim ürək döyüntümün sayısı artdı, təzyiqim artdı və əgər bu xoşlamadığım adam dünya qismindədirsə, xoşlamadığım dünyada yaşayıram və məndə daimi təzyiq qalacaq, nəbz qalacaq və mən zor gücü ilə sustururam onun səsini. Başqa bir şəkildə özümü büruzə verdirəcək. O zaman gözəl məqamlar toxundunuz. Belə bir şey oxumuşdum ki, bayaq idmandan danışanda ən yaxşı idman tempi sən gəzərkən rahatlıqla da danışa biləcəyin, söhbət edə biləcəyin bir temp, o sənin ən ideal, yəni nəfəs-nəfəsə qalmayacaq, ən ideal tempindir. Bilmirəm, siz buna qatılırsınız yoxsa yox? Məsələn, Yaponların bir idman etmə üsulları var. Onlar fiziki yüklənməklə rahat yerişi növbələşdirirlər. Yəni, məsələn, onlar ağır yüklənmənin tərəfinə deyil. Və onlarda bədənin tonusda qalması üçün, dəqiq xatırlamıram, 3 dəqiqəlik idi, yoxsa neçə dəqiqəlik isə bir idman üsulu var idi. Maksimal özlərini yüklətdirirlər və ondan sonra sakit buraxılırdı, yəni yüklənilmirdi. Sonra son tədqiqatlarda araşdırılır ki, deyilir ki, məsələn, əgər biz beynimiz bədənimizin fərqində olsaq, beyin gücü ilə sadəcə hiss et ki, əlini sıxırsan və buraxırsan. Əzələ tonusda olacaq. O baxımdan, yəni bugünkü gündə mütləq ki, idman etməliyəm. Elə bir şey yoxdur. Çünki onun özü bir dərddir. Yəni, sən idman edə bilirsən, mən edə bilmirəm. Mən artıq panikaya düşürəm ki, bir dəqiqə, mən axı niyə idman edə bilmirəm? Mənim də ehtiyacım, mən də edim. Amma əslində qalsa ehtiyac deyil. Çünki o idman özü həyatın içində olmalıydı. Amma indi idman edənlərin çoxusu sadəcə sağlamlıq üçün etmir ki, göstəriş üçün edir ki, yəni bu artıq idmandır. Hətta məsələn, yaxınlarda indi hadisələr oldu, arzu olunan hadisələr deyil. Məsələn, idman zanlarında ürək tutmaları ilə şəxslərin olması, bayaq sizə dediyimiz kimi, subklinik əlamətlər var ki, xəstə artıq, şəxs artıq xəstələməyə meyillidir, əlamətlər gizli şəkildə gedir, mən özümə əla hiss edirəm. Mənim bir vurguladığımız ürək əlamətlərinin heç bir əlamətim yoxdur. Amma mənim bədənimdə proses gedir. Sadəcə zaman lazımdır. Ani bir təzyiq qalxması olsun, ani bir həyəcan olsun və o dediyimiz hal yetişəcək. Əgər ilk yardım keyfiyyətli oldusa, vaxtında oldusa, qurtuluş bəlkə də mümkündür. Olmadısa... Sadəcə şərait yarandığı zamanda artıq... Bəs bir sual vereyim sizə. Ürəyimiz bizə bir mesaj vermiş olsaydı, bu nə olardı? Məni rahat buraxın. Çünki ürəyimizə doğrudan da çox əziyyət verdiniz. Mən elə gəlir ki, ürəyimiz bizim ən həssas orqanımızdır. Biz əvvəl ürəyə sadəcə nasos kimi baxırdıq. Ürək işi nədir? Qanı alıb vermək. Beyin əmrin için. Amma son tədqiqatlarda araşdırılır ki, düzdür,
bilinirdi ürəyin xüsusi sinir toxumalarına oxşar bir hissələr vardı. Orada bir oyanıqlıq yaranırdı və impuls yaranır. Ürək həmən impulsu digər hissələrə ötürür. Amma bu gün araşdırmalarda tapıldı ki, 40 minə yaxın beyin neyronlarına oxşar bir neyronlar var ürəkdə. Yəni beyinə xas olan neyronlardır. Ürək üçün bu lazım deyil. Yəni adi nasos funksiyası görən bir orqan üçün bu lazım deyil. Düzdür, tam buna ad verməyiblər. Təqribi bir mülahisələr yürüdürlər. Məsələn, bizim həmişə deyimlərimiz olurdu. Qəlbimə, ürəyimə damdı. Və yaxud da ürəyim bu insanı xoşlamadı. O vaxt deyilir ki, ürəyin zaten hiss etmə qabiliyyəti yoxdur ki. Amma bugün intuisiyanı o ürəyin həmən neyronların üzərinə yıxırlar. Məsələn, tutalım ki, sevən insanın deyir, qəlbi daralır və yaxud da həyəcandan ürəyim sıxılır. Bütün bu şeylər hamısı ürəkdə özün bir üzə belirtirir. Və ürəyimiz bizə nə deyərdi? Hər halda yaxşı şeylər deməzdi. Çünki biz ürəklə yaşamağı bilmirik. Biz ümumiyyətlə bədənimizlə yaşamağı bilmirik. Bədənimizi özümüzünki zənn edib ona düşmən kimi rəftar edirik. Və bir şeydə ümumiyyətlə bədənimiz əziyyəti xoşlayır. Yəni fiziki baxımdan yükləməli bədəni, dad baxımından qidalarımız dəyişik olmalıdır, zəngin olmalıdır. Aşırı xoşladığımız dadlı qidalar bizə bir əziyyət verəcək. O yüzdən Məncə qəlbimizi dinləməyi öyrənməliyik, bacarmalıyıq. Onun üçün beynimiz rahat olmalıdır. Heyf ki, indiki zamanda biraz çətin. Artıq yüklənmələrlə, telefonla, stresslə, o istədiyimiz o həyatı yaşamaq ya da ətrafın, cəmiyyətin, öz yaxınlarımızın, sevdiklərimizin məsuliyyətini götürərək hətta, yəni nə mənada deyirəm. Bəli, sizin dediyiniz. İş prosesində bayaq dediniz ki, yoldaşdır, misal üçün deyir ki, ay ev olsun, ay belə olsun, bu həyatı yaşat. Adam bu qədər yüklənmək, təbii ki, altda gedən sakit bir proses olur və sonra da çox təəssüf ki, çox trajedik, yəni çox pis özünü göstərir. Məsələn, psixoloqlar deyir, kim deyir, dəqiq xatırlamıram, amma maraqlı deyirlər. Deyir, bugünkü avantaj vaxtilə insanların dediyi var dövlət, maşın, evlər filan o deyil. Əgər sən heç bir problemin olmadan tək meşədəmi, dəniz kənarındamı gəzə bilirsənsə və ürəyinlə danışa bilirsənsə, ən böyük bugün avantaj, ən böyük var dövlət odur. Yəni özünə tab gətirə bilirsənsə, özünü daşıma qabiliyyətin varsa, özünlə bir balansdasansa, özünlə barışıq şəkildəsənsə, bu sənin hüzurunu təmin edəcək. Və nə qədər çox duyğularımızı yaşasaq, ona sərhəd qoymasaq, yəni nə qədər çox sevsək, sevilsək, qayğı göstərsək, qayğı görsək, bir o qədər də ürək problemlərimiz azalar və təməlində əslində sevgisizlikdir ürəyimizdəki o ağrılar, ürəyimizdəki o problemlər. Bunları biz yaşaya bilsək, sevgimizi göstərə bilsək, o qədər də çox problemimiz azalar deyə düşünürəm. Hətta bu söz Təmin edə bilməyəcəyimiz üçün biz kardioloqlara hələ böyük ehtiyat olacaq. Yəni dedikləriniz ən idealıdır. Profilaktik tibbin istədiyi bəli odur. Siz onlara hamısına biz riayət etsək, xəstəlik olmayacaq. Heyif ki, insan nəfsi çox acdır. Və o dediyinizi bu yaxın zamanlarda inanmıram əldə edə bilsin. Yəni bizlərə hələ ki ehtiyac olacaq. Amma bir sıxıntını da deyim. Ya biz danışdıq müasir kardiologiyanın problemlərini deyək və yaxud da ki o kardiologiya və yaxud da tibbin hədəfləri bugün süni intellekt həm bizə yardımçıdır, həm də bizə maneədir. Məsələn, son kardioloji toplantılarından birisində, son yəni ki bu ilin deyəsən kardioloji toplantısında artıq süni intellektlə işləyən stetoskop təqdim etdilər. Yəni işi nədir? Ürək tərəfə tutursan, artıq sənə diaqnoz verir və həkimə müraciət etmə haqqında bildiriş verir. Və ağıllı saatlar. Qorxu nədədir? Yavaş-yavaş təcrübəsi olan, praktik və yaxud da situasyon hallarda çıxış yolu tapa biləcək həkimləri uzaqlaşdırma kimi. Yəni o təhlükə var. Çünki istənilən halda mümkün deyil. Bu süni intellekt aydın məsələdir. İnsan bilgilərindən əldə etmiş bilgini bizə bölüşür.
Təsir. Gələcək biraz o baxımdan, süni intellekt baxımından biraz həm rahatlaşdırıcı, həm də qorxulu görülür. Eynən, hətta bir dənə təzəlikcə oxuduğum Amerikada səhv etmirəmsə bir otaq yaradırlar və eksperiment aparırlar. O otaq tamamilə səssiz, yəni elə bir avadanlıqlarla elə bir düzey qurublar ki, ora girən şəxs ətrafın heç bir səs eşitmir. Sadəcə insan o qədər səssiz otaqdır ki, o səsi öz içində saxlayır. İnsan beyni dözməz ona. Bəli, insan öz orqanlarının, qan damar səsinə kimi, yəni o belə deyim də kiçik səsləri belə eşitməyə başlayır və hətta belə bir şey də eksperiment edə bilər. 1 saat o otaqda qalan şəxsə səhv etmirəmsə, indi miqdarı mən səhv deyirəm, indi $100,000-dır, $1 milyon, bilmirəm, indi onu araşdırıb özünüz də baxa bilərsiniz. Nə qədər qalmaq lazımdır? 1 saat və maksimum orada sadəcə 45 dəqiqə qala biliblər. İlk gedib 5-10 dəqiqədən sonra qışqıraraq çıxıb oranı tərk edən insanlar var. Çünki insan özünlə tək qalmaq, özünün bədənində gedən o səsləri eşitmək, onun üçün görün necə vahiməli və belə deyim də, dözümsüz, bəli, təşviş dolu gəlibdir ki, adam oradan qışqıraraq psixolojik olaraq travma alaraq hətta çıxıbdır. Yəni o dərəcədə ki, insanlar bu dəqiqə, bu demirəm səssiz otaqda qalmaq, amma özlərindən qalmağa belə qorxmaq da deyil, yəni qaçırlar ki, Bayaq panik atakdan danışdıq. Panik atak altında ölüm qorxusu, kontrol etmə ehtiyacı. Bundan əlavə də nə zaman ki insan özü ilə baş-başa qaldığında, öz həyatına təmas etdiyində, o həyatındakı məsuliyyəti daşıya bilmədiyində, bu da insanda panik ataka yaradır. Hə, bəli, əslində panik atakın bir çox dərin, amma ən əsas hisslərdə, təməl duyğular zaten budur. Dediyiniz eksperimentdə bir əlavə deyim. Orada instinktiv olaraq aşırı sakitlik bir qorxu yaradır. Məsələn, belə deyirlər, meşədə bir anlıq sakitlik hiss etdinsə, qaç oradan. Çünki hansısa bir yırtıcı, yırtıcı gəldiyi vaxt da ətraf onu hiss edir. Biz hiss etmirik. Biz sakitliyi daha rahat kimi anlayırıq və indiki zamanda yaşayan insan dayanmadan kənardan qıcıqlar alır. Səs vasitəsilə, istilik vasitəsilə, hər nə vasitəsilə birdən-birə o sakitliyə düşmək beyində bir şok yaradır, stres yaradır, ölüm təlaşı yaradır. Yəni, nə baş verdi, qıcıqlar hara getdi birdən-birə. O təlaşın kökündə o da durur. Eynən. Çünki məşq edən insanlar rahatlıqla o dediyiniz halda qala bilirlər. Meditasiyanla məşq edən insanlar artıq onu norma kimi qəbul edirlər. Bədən onu norma kimi qəbul edir. Yəni bu eksperiment həqiqətən maraqlı idi. Ümumiyyətlə söhbətimiz çox maraqlı keçdi. Doktor, çox sağ olun gözəl informasiyalara görə. Çox sağ olun, var olun. Siz var olun ki, bizə də belə kömək edə bilərsiniz. Və tez-tez gəlin bizim podkastımıza. Bugün planlamışdım biraz kardiologiyadan danışmaq, amma yenə də necə oldusa, həyata vardıq. Ümumiyyətlə bir çox xəstəliklərimizin altında yenə də bizim yaşam tərzimizdir, düşüncə tərzimizdir, duyğularımızdır. Hara gedirik, hara fırlanırıqsa, yenə də gəlib ora çıxdığımız üçün, amma yox, tibbi mövzularda tibbi məsləhətləriniz çox oldu. Mənə elə gəlir ki, hər kəs hər tərəfli yararlanacaq. Bəli, sadəcə fiziki xəstəlik sadəcə bir şey deyil də, hər tərəfli olması lazımdır. Bu da sizin təcrübənizdən və belə deyək, insanlara analiz etməyinizdən də çox sağ olun. Özümüzü sevək. Məncə də. Təşəkkürlər.